Salam, hamınızı xoş gördüm. Boyun osteoxondrozundan əziyyət çəkənlər, bu video sizin üçündür. Hər bir fəqərənin arasından sinir damarları, qan damarları keçir. Əgər bu fəqərələr bir-birinə yaxınlaşırsa, onda bu damarlar da sıxılmış olur və nəticədə beyin qan dövranı pozulur, təzyiq qalxır və ağrılar çoxalır. Eyni zamanda onurğa sütunun ətrafındakı əzələlərdə spazm olanda, gərginlik olanda da qan dövranında durğunluq yaranır ki, bu da beyində gipoksik əlamətlərin yaranmasına səbəb olur. Nə etməli? Birinci növbədə gün ərzində 2 litr yarıma qədər su içmək lazımdır. Əgər boyunda protuziya və yırtıq yoxdursa, onda bir sıra hərəkətləri etmək olar. Məsələn, boynu sola və sağa, yuxarı və aşağı asta templə 100-150 dəfə hərəkət etdirmək. Bundan sonra boynun arxasına istiqaz, qrelka qoymaq. Bu, qan damarlarının fəaliyyətini yaxşılaşdırmaqla ağrını götürür. Və yaxud da uzanıb boynun arxasına orta bərklikdə bir balış qoymaq, sağa, sola hərəkət etdirmək. Boyun osteoxondrozunda qanın duru saxlanması çox vacibdir. Gün ərzində 1-2 limon suyu içmək çox xeyirlidir. Amma ən effektli üsul zəli qoyulmasıdır ki, zəlini birinci dəfə hiroterapevt tərəfindən qoyulur və bu sertifikatlı zəli olmalıdır. Bilirsiniz ki, qanı durulaşdıran dərmanlar qanı bir neçə saat müddətində durulaşdırır. Lakin zəli qanı 2 aya qədər duru saxlayır və damarlara 60-a qədər fermenti ötürür. Hamınızı can sağlığı arzulayıram. Özünüzdən müğayət.